Bizim orqanizmimiz susmur, lakin biz onun səsini eşitmirik və yaxud da eşitməzdən gəlirik. Səsini eşitmədiyimiz patologiyalardan biri də xüsusilə postmenopauzal dövrdə qadınlar arasında rast gəlinən endometriyanın hiperplaziyası xəstəliyidir. Hiperplaziya postmenopauzal dövrdə estrogenlərin siklsiz və nəzarətsiz təsiri nəticəsində hüceyrə təbəqəsinin qalınlaşaraq artmasıdır. Hiperplaziya qadınlarda qanaxmaya qədər gətirib çıxarır və qarşısı alınmazsa endometrium xərçənginə çevrilə bilər. Ona görə əgər bu qadınlarda postmenopauzal dövrdə qanama müşahidə olunarsa, mütləq şəkildə həkimə müraciət etmələrini tövsiyə edirəm. Çünki bu qanama uzun müddət qalarsa, hiperplaziya baxmayaraq ki, xoşxassəlidir, lakin bədləşib atipizmə keçərək endometrium xərçənginə gətirib çıxara bilər. Ona görə mütləq ultrasəs müayinəsi və diaqnostik küretaj dediyimiz üsulla biopsiyanın alınmasını tövsiyə edirik və çalışaq orqanizmimizin səsinə hər zaman qulaq asaq.